İndi də ictimai nəqliyyat vasitələrində xəttə çıxmazdan qabaq və ya edilməsi vacib olan, amma fikir verilməyən məsələdən danışacağım. Avtobuslardakı sanitariya qaydalarından. Yəqin ki, çoxları tutacaqların çirkli olmasından gileylənir. Hər gün minlərlə insan eyni hissəyə toxunur, bu isə hətta xəstəliyə səbəb ola bilər. Digər tərəfdən avtobusların xəttə buraxılmasından öncə onların dezinfeksiya edilməsi həqiqəti nə dərəcədə əks etdirir? Sonuncu süjetimiz bu haqdadır. Marşrut avtobuslarında təmizlik qaydalarına riayət olunmaması hər zaman sərnişinlərin haqlı narazılığına səbəb olur. Çünki bu, bir çox xəstəliklərin yayılma mənbəyi ola bilər. Araşdırmalar nəticəsində müəyyən edilib ki, yoluxucu xəstəliklərin 51%-i ictimai nəqliyyat vasitəsilə ötürülür. Burada bir sıra infeksiyalar, xüsusilə yuxarı tənəffüs yollarının xəstəlikləri daha tez yayılır. Çünki çirkli avtobuslardakı toz xəstəlik törədicilərinin nəfəs yolumuza düşməsini asanlaşdırır. Bununla yanaşı avtobusların tutacaqları, oturacaqları da bir çox xəstəliklərin mənbəyidir. Sərnişinlər arasında apardığımız sorğuya əsasən deyə bilərik ki, bəzi paytaxt sakinləri bunlardan xəbərsizdir. Onlar avtobuslardakı təmizliyi döşəmə və pəncərələrin təmizliyi ilə məhdudlaşdırırlar. Avtobusun təmizliyi belə lap qəşəngdir. Zibillər özümüzdür, sərnişinlərdir. Şoför gəlib buranı zibilləmir ki, bura baxın. Baxın, apurka atıblar yerə, hər şey. Yəqin ki, eləyərlər də onu da. Elə avtobus sürücüləri də hər axşam iş bitdikdən sonra maşınların yuyulduğunu bildirərək təmizliyin bununla yekunlaşdığını deyir. Bu avtobuslardan təmizlik olmayır. Bunlar üçün xüsusi təmizlik işinə baxan adamlar ayrılıb. Hər gün, hər axşam dezinfeksiya işləri görülür qarajda və xəttə buraxılır. Təmizlik dedikdə sanitariya gigiyena qaydalarının gözlənilməsi nəzərdə tutulur ki, bu da yalnız kimyəvi təmizləmə, yəni dezinfeksiya yolu ilə mümkündür. Bir çox avtobuslara diqqətlə baxdıqda isə oturacaqların üzlüklərinin, tutacaqların mikrob mənbəyi olduğunu açıq-aşkar görmək mümkündür. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bu sahədə bir sıra çatışmazlıqların olduğunu deyir. Mütləq dezinfeksiya işləri aparılmalıdır. Hətta dezinfeksiya işləri aparılarkən mütləq ərazi, yəni bu həmin nəqliyyat vasitəsinin hansı rayonun inzibati ərazisində yerləşirsə, o rayonda yerləşən dezinfeksiya şöbələri ilə iki tərəfli müqavilə bağlanmalıdır və mütəmadi olaraq həmin bu dezinfeksiya tədbirləri həyata keçirilməlidir. Bir sıra yoluxucu xəstəliklər ola bilər. Yəni bunlardan ən qorxulusu vərəm xəstəliyidir ki, hansı ki bilirsiniz ki, bu hava damcı infeksiyası vasitəsilə yayılır. Nazirlər Kabinetinin sərnişin daşıma və bagaj daşıması qaydaları adlı 141 saylı qərarına əsasən sərnişin daşıma üçün nəzərdə tutulan avtonəqliyyat vasitələri təmiz olmalı, sanitar gigiyenik tələblərə cavab verməlidir. Ekspert Ərşad Hüseynovun sözlərinə görə bu tələblərə cavab verməyən avtobus sahibkarları inzibati məsuliyyətə cəlb olunmalıdır. Bunun üçün isə vaxtaşırı reydlər keçirilməli və sahibkarlar arasında maarifləndirmə işləri aparılmalıdır. Bu işlərin görülməsi mütləq məcburi olmalıdır. Çünki belə deyək də sahibkarın sürücünün ümidinə buraxsaq, o sadəcə orada zibilin, tozun silinməsi ilə öz işini bitmiş sayacaq. Amma söhbət dezinfeksiyadan və mütləq antisanitar şəraitin aradan qaldırılmasından getməlidir. Bu isə mütəxəssislər tərəfindən aparıla bilər. Bəzi avtobus şirkətləri bu qaydalara əməl edir. Şirkət nümayəndəsi Əskər Qasımovun sözlərinə görə onların şirkətinə daxil olan bütün avtobuslar axşam qaraja daxil olduqda yuyulur, sonra isə dezinfeksiya edilir. Gündəlik olaraq axşamlar hər gün maşınlar qarajda yuyulur, təmizlənir. Növbəti günü xəttə buraxılır səhər saat 6-da. Həftədə də bir dəfə olaraq kimyəvi maddələrdən dezinfeksiya olunur. Hər halda həftədə bir dəfə və ya elə hər gün avtobuslarda dezinfeksiya işlərini aparmaq təkcə qanunun tələbi olmamalıdır. Cavabdeh şəxslər bunu insanların sağlamlığı üçün etdiklərini anlamalı və həssaslıqla yanaşmalıdırlar. Çünki bu tutacaqlardan sizin də yaxınlarınız tuta bilər.